Mənə məlumat verildi ki, reportajımız artıq hazırdır. Xəbər verdiyimiz kimi iyulun 1-dən sosial müavinətlərin məbləği artırılır. Prezident İlham Əliyev sosial müavinətlərin, prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar bəzi fərmanlarda və sərəncamda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Gələn ayın 1-dən sosial müavinətlərin məbləğləri artırılır. Belə ki, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 361-80% pozulmasına görə 250, 31-60% pozulmasına görə isə müavinətlər 180 manat olacaq. Ailə başçısını itirməyə görə və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, həmçinin 1 yaşına dək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün və 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün ödəniləcək müavinət 140 manat təşkil edəcək. Övladlığa götürülən uşağa görə 240 manat, himayədar ailəyə verilmiş 18 yaşına dək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə 6 yaşına qədər 500, 7-13 yaş arası 600, 14-18 yaş arası uşağa görə isə müavinət 650 manat olacaq. Uşağın anadan olmasına görə və dəfn üçün müavinət 600 manat təşkil edəcək. Müavinət alan və təqaüd alan vətəndaşlarımızın sosial təminatın yaxşılaşdırılması baxımından vacibdir. Nəzərə alsaq ki, bəzi vətəndaşlarımız, onlar pensiya deyil, sosial müavinətlərdən istifadə edirlər. Eyni zamanda təqaüd alan vətəndaşlarımızın da kifayət qədər çoxdur. Təbii ki, həmin vətəndaşlarımızın sosial təminatı diqqət mərkəzində olan məsələlərdəndir və 2025-ci ildə 5-ci sosial paketdə məsələn də sosial müavinət və təqaüd alan vətəndaşlarımızı əhatə edirdi. Prezident təqaüdlərinin aylıq məbləğləri də artırılır. Növbəti aydan etibarən Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslər 2200, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs isə 2000 manat alacaq. Şəhid ailəsi və 20 yanvar şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd 700 manat təşkil edəcək. Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən təqaüdün məbləği də 700 manat olacaq. Müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 600, 61-80% pozulmasına görə 500, 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin təqaüdü 400 manata çatdırılacaq. Körfəz sosial paket 3 milyondan artıq vətəndaşımıza əhatə edir. Bu istiqamətdə əlavə olaraq 1,6 milyard manat vəsaitin ayrılması həyata keçiriləcək. Eləcə də 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin həcmi 17 milyard manata yaxın olacaq. Bu eyni zamanda büdcə xərclərinin 41%-dən çoxu deməkdir. Yeni qərarla prezidentin fərdi təqaüdünün məbləği 1700 olacaq. Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, incəsənət xadimi, eləcə də əməkdar artist, rəssam, mədəniyyət işçisi, müəllim, həkim, memar, bədən tərbiyəsi və idman xadimi, dövlət qulluqçusu, jurnalist, mühəndis, hüquqşünas, kənd təsərrüfatı işçisi, pilot, tibb işçisi üçün isə bu məbləğ 200 manat olacaq. Sənan Bəhrəmli, ATV Xəbər.